Yoldaşım və qaynanam mənə dəyər vermir. Mən onların gözündə sadəcə qulluqçuyam. Bütün günü ev işlərlə məşğulam, amma sonda eşitdiyim cavab: bütün günü yatırsan, sən evdə nə iş görürsən ki? Amma halbuki mənim 2 uşağım var və mən bütün günü həm qaynana, həm qaynata, həm 2 uşaq, həm evin işi, hər bir şeyi tək başıma edirəm və sonda isə yoldaşımdan eşitdiyim cavab budur və mən yoldaşımdan dəyər görmürəm. Nə edə bilərəm? Mənə bir köməklik göstərin. Bunu mənə bir izləyicim yazmışdı. İnanın ki, bilmədim ki, xanıma nə deyim. Çünki bu tipdə ailələr həqiqətən də saysız hesabsız çoxdur. Bir xanım çalışmırsa, evdə oturursa, bu o demək deyil ki, xanım heç nə eləmir, səhərdən axşama kimi yatır. Bütün evin yükü biz anaların üstündə olur. Məncə evdar xanım olmaq yeganə işdir ki, burada sən istirahət götürə bilmirsən, dincələ bilmirsən. Başqa işdə ən azından şənbə bazar evdə olursan, ən azından bəlli bir saatı olur, səhər gedib axşam evə dönürsən. Amma evdar xanım olmaq, yəni saatsız, saysız hesabsız işlər görmək deməkdir mənə görə. Bəs sizcə evdar qadın olmaq dincəlmək deməkdir evdə, yoxsa ki, bütün günü fasiləsiz, istirahətsiz çalışmaq deməkdir? Şərhlərdə mənə yazarsınız, mənə də maraqlıdır sizin fikirləriniz. Və mən heç də yaxşı baxmıram bu düşüncəyə ki, xanım bütün gün evdə işləsin, çalışsın, sonda isə yoldaşından bir çox sağ ol belə eşitmədən sən bütün gün neynəmisən ki, əşi, bütün gün yatmısan da, evdə nə var ki, nə iş görmüsən ki, deyə bu kimi kobud cümlələr eşitməyə, yəni heç də tərəfdarı deyiləm. Ən pis də nədir bilirsiniz? Bütün bu zəhmətin qiymət görməməsi. Təşəkkür yerinə tənqid eşitmək, əlindən gələnin ən yaxşısını etməsinə baxmayaraq yenə də yetərsiz sayılmaq. Ona görə də bu videonu paylaşdım ki, bəlkə kimlərsə baxar, dərs çıxardar. Evdə oturmaq dincəlmək demək deyil. Məncə evdar qadın olmaq ən ağır peşələrdən biridir.